Salam. Dostlar, mən bugün sizə e-tələbə.az saytından qeydiyyatdan keçən zaman sizin qeydiyyatınız alınıbmı, yoxsa alınmayıbmı? Yəni, sizin təhsil haqqınız dövlət tərəfindən qarşılanacaq, yoxsa yox? Onu necə bilə bilərsiniz, onu izah edəcəm. Əvvəlcə onu demək istərdim ki, telefon nömrələrinizi sistemdən qeydiyyata saldığınız telefon nömrələrinizə SMS gəlir. Bəzi hallarda isə gəlmir. Yəni, həmin SMS gecikə bilir, amma sizin nəticələriniz portalda olur, amma həmin SMS gec gəlirsə, onun üçün özünüz vaxt aşırı bəzən sistemə daxilab yoxlaya bilərsiniz. Onu izah edəcəm. Əvvəlcə biz yuxarıya fin kodumuzu yazırıq. Daha sonra şifrəmizi qeyd edirik. Və budur, artıq biz şifrəmizi yazdıq. Daha sonra daxil ol düyməsini basırıq. Bizim səhifəmiz açılır və qıraqda olan butona toxunuruq. Burada müraciətlərin izlənməsi düyməsi var, ona sıxırıq. Və burada gördüyünüz kimi bizim müraciətimiz göndərilib, qeyd olunub. Yəni, hələ bizim müraciətimiz sorğu halındadır. Əgər sizdə cavab varsa, aşağıda qeyd olunacaq. Düşmüşsünüzsə, yəni sizin dövlət tərəfindən təhsil haqqını ödəyəcəksə, bu avtomatik aşağıda qeyd olunacaq. Əgər düşməmişsinizsə, qırmızı yazılarla düşmədiyinizin səbəbi qeyd olunacaq. Qiyabi təhsil alanlara adətən düşmür. Yanlış məlumat vermək istəmirəm, amma bildiyim qədər düşmür qiyabi təhsil alanlara. Bir də əmək müqaviləsi olan şəxslərə düşmür. Yəni, valideynlərin əmək müqaviləsi varsa, ayrıca onlara düşməyəcək. Dostlar, bu qədər. Videonu izlədiyinizə görə çox sağ olun. Kanala abunə olaraq bizlərə dəstək ola bilərsiniz. Fikirlərinizi komment yazaraq bildirə bilərsiniz. Sağ olun dostlar.